Salam, bugünkü dərsimiz həzm sisteminin quruluşu və funksiyalarıdır. Dərsimizdə əvvəlcə bir başlığa diqqət edək. Qəbul etdiyimiz qidalar həzm sistemi orqanlarından müxtəlif sürətlə keçir. Məsələn, qida maddələri qida borusunda 7-9 saniyə ərzində keçərək mədəyə düşür və mədədə isə həzm 4-8 saat davam edə bilər. Deməli, qida maddələri müəyyən müddətdə 7-9 saniyə mədəyə düşür və mədədə həzm qidanın qalması isə 4-8 saat davam edir mədədə. Burada bizə sual verilir, həzm sisteminin hansı orqanlar aiddir? Uşaqlar, həzm sisteminə ağız boşluğu, udulaq, qida borusu, mədə və bağırsaqlar aiddir. İkinci sualımıza baxaq, orqanların funksiyası nədən ibarətdir? Orqanların funksiyası qidaları həzm edilə biləcək şəklə gətirməkdir. Yəni, iri molekulu birləşmələri xırda molekulu birləşmələri parçalayıb həzm edilə biləcək şəklə gətirməkdir. İndi dərsimizə başlayaq bu hissədən. Heyvanların həzm sisteminin quruluşu onların yaşayış mühiti, qidalanma üsulu, quruluş və səviyyələri ilə bağlıdır. Uşaqlar, biz bilirik ki, heyvanlar yaşayış mühit deyəndə fərqli mühitlərdə yaşayırlar. Məsələn, suda yaşayan heyvanlar var, quruda yaşayanlar var və yaxud da qidalanma üsulu deyəndə onlar bitki mənşəli qida ilə, ət mənşəli qida ilə qidalanırlar və hər ikisi ilə qidalanan heyvanlarımız var. Bir də quruluş səviyyələri sadədən mürəkkəbə doğru bilirik ki, zoologiyadan biz bilirik ki, heyvanların quruluş səviyyələri sadədən mürəkkəbə doğru dəyişir. Məsələn, bir hüceyrəlilər var, çox hüceyrəlilər var, sadə quruluşlu və mürəkkəb quruluşlu orqanizmli heyvanlarımız var. Orqanizmi enerji ilə təmin etmək üçün heyvanlar daha çox hazır üzvi maddələrdən istifadə edirlər. Uşaqlar, biz bilirik ki, əvvəlcə bitkilərdən danışaq. Biz bilirik ki, qidalanmağı ancaq fotosintez vasitəsilə baş verir. Düzdür, həşəratla qidalanan bitkilərimiz də var istisnada, amma əsasən bitkilər avtotrof yolla qidalanır, yəni fotosintezlə qidalanırlar. Heyvanlar isə əsasən üzvü maddələrlə qidalanır, yəni hazır üzvü maddələrlə qidalanır. Bu o deməkdir ki, hər hansı bir, məsələn, heyvanlar bitki mənşəli qidalarla, bitkilərlə qida, hazır bitkilərlə məhsul olan bitkilərlə və yaxud da bir heyvan bir başqa heyvanla qidalana bilər, yenə də hazır üzvü maddə ilə qidalanır. Özləri qida istehsal eləmirlər. Düzdür, istisna burada da bəzi heyvanlarımız var ki, özləri avtotrof yola qidalana bilirlər. Məsələn, yaşılı qlena, voyvoxu deyə bilərəm bunlara və s. Və deyir ki, onlar qidanın tərkibində üzvü maddələri öz hüceyrələrindən parçalayır, öz hüceyrələrində parçalayır və bədənləri üçün lazım olan maddələrə çevirirlər. Biz ondan əvvəlki dərsdə qeyd etmişdik ki, qida maddələri həzm orqanlarında iri molekulu birləşmələr, xırda molekulu birləşmələrə parçalanır və onlardan hüceyrəyə daxil, qan vasitəsilə hüceyrələrə daxil olur. Və bu hüceyrələr parçalanmış məhsullardan orqanizm üçün yeni məhsullar sintez edir. Məsəl üçün, biz dedik karbohidratlar, karbon qazı suya parçalanır, zülallar amoniaka, karbon qazı və suya parçalanır. Yağlar yenə də karbon qazı, gliserin və yağ turşularına əvvəlcə parçalanır və gliserin yağ turşularından bağırsaq xovlarında orqanizm üçün lazım olan yeni yağlar sintez olunurdu və bu yağlar da yenidən limfaya və qana sorulurdu. Digər zülalların və karbohidratların parçalanma məhsulları isə hüceyrələr tərəfindən mənimsənilirdi, parçalanırdı və həmin hüceyrələr bədənləri üçün lazım olan maddələr yenidən sintez olunurdu. Əksər heyvanlarda həzm sistemi həzm kanalından və həzm vəzlərdən ibarətdir. Baxın, burada diqqət edək. Həzm sistemi nədən ibarətdir? Əksər heyvanlarda həzm sistemi baxın burada həzm kanalı və həzm vəzləri. Bax, bu hissəni diqqətlə öyrənin. Deməli, həzm sistemi neçə hissədən ibarətdir? Həzm kanalı və həzm vəzləri. Baxın, burada da qeyd edib. Həzm kanalı və həzm vəzlərindən ibarətdir. Həzm sistemi nədən ibarətdir? Həzm kanalı və həzm vəzləri. Bu, buranı diqqətlə yadınızda saxlayaq. Dəqiqə sildim. Aha. Deməli,
Burada bizim üçün heyvanların şəkilləri verilibdir. Məsələn, planari, asqari, soxulcan, gölülbizinin şəkilləri qeyd olunub və bunların həzm sisteminin quruluşları qeyd olunub. Gəlin ilk olaraq planaridən başlayaq. Planari, məsələn, ağ planari, bu şəkildə gördüyümüz ağ planaridir. Planari yaslı qurdlar tipinin kirpikli qurdlar sinfinə daxildir. Buna qeyd edək. Yadımızda qalsın, öz dəftərinizdə də qeyd edin. Şunu deməli, ağ planari, bu da yazıq. Yastı qurdlar tipi, yastı qurdlar, kirpikli qurdlar sinfi, kirpikli qurdlar sinfi. Deməli, kirpikli qurdlar sinfinə daxildir. Planaridən danışıq. Planarinin həzm sisteminin quruluşu. Burada planari yazıbdır. Buna diqqətlə oxuyaq. Sonra mən qeyd edəcəm. Həzm sistemi son ucu kör qurtarır. Anal dəlik olmur. Ağız vasitəsilə udulaqdan qida bağırsağa keçib həzm olunur. Həzm olunmayan qalıqlar isə yenidən ağız vasitəsilə xaric olunur. Uşaqlar, şəkildə gördüyümüz kimi bu hissədə planların ağzı yerləşir. Ağızdan qida ilk olaraq ağızdan daxil. Ağızdan hara daxil? Udulağa. Udulaqdan da burada 3 dənə şaxə var. 1, 2, bir də 3 şaxə var. Bağırsaq şaxələri var. Bağırsaq şaxələri kör qurtarır. Yəni bunlarda anal dəlik yoxdur. İlk olaraq bağırsaq harda əmələ gəldi deyəcək planarilər. Ağ planarida yastı qurdlar tipində əmələ gəldi. Ağ planarida əmələ gəldi. Bağırsaq şaxələri kör qurtarır və həzm olmayan qida qalıqları isə yenidən ağızdan xaric olur. Məsələn, ağızdan daxil olur və ağızdan da xaric olur həzm olmayan qida qalıqları. Ancaq planari kifayət qədər. Yəni bu hissəyə bir də qeyd edeyim. Bizdə qalsın. Həzm olmayan qida qalıqları ağızdan, həzm olan qida ağıza daxil olur və bağırsaqlara gedir. Bağırsaqlarda sorulma gedir və bundan sonra bağırsaqlar kör qurtardığı üçün təzədən bağırsaqlardan geriyə qayıdır. Ağızdan da xaric olur. Həzm olmayan qida qalıqları ağızdan xaric olur. Sonra daha sonra bizə verir askaridin həzm sisteminin quruluşu. Deməli, askaridin həzm sisteminin quruluşu. Askarid sapqurdlar tipinə aiddir. Əsl sapqurdlar sinfinə aiddir. İlk olaraq bunu deyək. Askaridin diqqətlə baxsaq, bu hissədən ağzı, 3 dodaqlı ağzı var. Ağız, udulaq, qida borusu, bağırsaqdan ibarətdir. Bağırsaq isə ön, orta və arxa hissələrə 3 hissəyə bölünür. Ön bağırsaq, orta bağırsaq, ön bağırsaq, orta bağırsaq və arxa bağırsaq. Arxa bağırsaq. Arxa bağırsaq deyə 3 hissəyə bölünür. Və askaridə diqqətlə oxusaq, sap qurdlarda yastı qurdlardan fərqli olaraq həzm sistemində ilk dəfə son ucu anal dəliklə qurtaran arxa bağırsaq yaranmışdır. Deməli, burada nə əmələ gəldi? Arxa bağırsaq ilk dəfə harda əmələ gəldi deyəcək, askariddə, yəni sap qurdlarda əmələ gəldi. Ağızları 3 dodaqlı ağzı var. Təmizləyək. Sonra, indi gəlin keçək soxulcana. Soxulcan da həlqəvi qurdlar tipinə aiddir. Azqıllı həlqəvi qurdlara aiddir və soxulcan da soxulcanda da ağız, udulaq, ilk olaraq çinədən, fikir verin, burada artıq çinədən əmələ gəldi. Mədə, bağırsaq və anal dəlikdən ibarət həzm sistemi desək, ağızdan, udulaqdan, çinədən, mədə, bağırsaq, anal dəlikdən ibarət. Uşaqlar, askaridə diqqət eləsək, baxın, askariddə mədə yoxdur. Özür istəyirəm. Askariddə nə yoxdur? Baxın, diqqət edin. Mədə yoxdur askariddə. Diqqətlə baxsaq, mədəsi yox. Amma soxulcanda mədə əmələ gəldi. Deməli, ilk olaraq mədə harda əmələ gəldi? Soxulcanda əmələ gəldi və çinədanı da var. Bunda baxın, burada diqqət edin. Çinədanı da var, mədəsi də var. Həm çinədanı var, həm mədəsi var. Bağırsaq və anal dəliklə bitir.
Həlqəvi qurdların həzm sisteminə bədənin ön hissəsində yerləşən ağız dəliyi ilə başlayır, bağırsağın sonunda olan anal dəliklə qurtarır. Və diqqətlə baxsaq, anal dəliklə qurtarır. Deməli, anal dəlik ilk olaraq harda əmələ gəldi? Askaritdə, yəni sap qurdlarda əmələ gəldi. Mədə əmələ gəldi, soxulcanda, çinədən də soxulcanda əmələ gəldi. İndi isə göl ilbizinə diqqətlə baxaq. Göl ilbizi mollysklar tipinə aiddir. Burada qarınayaqlı mollyskları verib şəkildə gördüyümüz qarınayaqlı mollysklardır və burada da diqqətlə baxsaq ağız boşluğu, udulaq və ağızda xitin dişcikli dil var. Udulaqdır, qida borusu və mədə, qida borusu, mədə, bağırsaqdan ibarət. Uşaqlar, bunlarda diqqətlə baxsaq, bu yaşıl hissə verib qaraciyər. İlk olaraq qaraciyər harda əmələ gəldi? Mollysklarda əmələ gəldi. Və yazıb, həzm sistemi ağız boşluğu ilə başlayır. Diqqətlə bax, ağızla başladı. Həzm sistemi ağız boşluğu ilə başladı. Bağırsağın son ucu olan anal dəliklə qurtardı. Bura baxsaq, anal dəliklə də qurtardı. Deməli, həzm sistemi ağızdan başladı, anal dəliklə qurtardı. Mollysklarda ilk olaraq qaraciyər əmələ gəldi. Deməli, qaraciyər harda əmələ gəldi desək, mollysklarda əmələ gəldi. İndi davam edək dərsimizə. Deməli, onurğalarda həzm kanalı ağız boşluğundan, udulaqdan, qida borusundan, mədə və bağırsaqlardan ibarət. Diqqətlə qulaq asaq, bax burada biz dedik ki, onurğalılarda həzm kanalı. Onurğalılarda həzm kanalı onurğalı heyvanlarda hansılardan ibarətdir? Ağız boşluğu, udulaqdan, qida borusu və mədə bağırsaqlardan ibarətdir. Dərsin əvvəlində də biz bunu qeyd etmişdik, təkrar olaraq qeyd etdik. Həzm vəzlərində həzm şirələri əmələ gəlir. Deməli, həzm şirələri burada harda əmələ gəldi? Həzm vəzlərində. Həzm vəzlərində əmələ gəldi. Həzm şirələri əmələ gəldi. Həzm vəzləri ağız suyu, mədalaltı vəzi, qaraciyər, həzm kanalının divarında olan xırda vəzlərdən ibarətdir. Hansılar aiddir? Ağız suyu vəzləri, mədalaltı vəzi, qaraciyər, həzm kanalının divarında olan xırda vəzlər həzm vəzlərinə daxildir. Həzm kanalının divarı daxili selikli qişadan, orta əzələli və xarici birləşdirici toxumadan ibarətdir. Uşaqlar, bunu indi ətraflı izah edəcəyik qarşıda. Deməli, həzm kanalı nədən ibarətdir? Daxili həzm kanalı daxili selikli qişadan ibarətdir. Orta saya əzələ qatından, xarici birləşdirici toxuma qatından ibarətdir. Burada şəkildə diqqətlə baxsaq, şəkildə balıqların, suda quruda yaşayanların, sürünənlərin, quşların və məməlilərin həzm sistemi göstərilib. Şəkilə diqqətlə nəzər salıb, ilk olaraq bu şəkili oxumaq üçün altdakı rənglər var və bu rəngləri oxumalıyıq. Sarı rənglə qida borusu göstərilib, mavi rənglə mədənin ikinci kamerası, sonra yaşıl rənglə öd kisəsi, açıq bənövşəyi rənglə düz bağırsaq, tünd göy rənglə klauka, bu koriçnevi rəng, mədalaltı vəzi, kor bağırsaq, sonra açıq yaşıl rənglə bağırsaq, qaraciyər, açıq çəhrayı, çinədən və mədə. Və bu rəngləri diqqətlə yerinə qoysa, əslində biz bu şəkilləri oxuyacağıq. Amma mən yenə də sizə kömək edəcəm şəkillərin oxunuşunda. Deməli, ilk olaraq balıqların həzm sistemi verilib. İlk olaraq sarı rənglə nə qeyd etmişdik? Qida borusu. Balıqların həzm sistemi yazır ki, oxuyaq, sonra rəngləri oxuyaq bir-bir. Bəzi növlərdə mədə olmur. Deməli, balıqların bəzi növlərində mədə olmur. Yırtıcı balıqların da dişləri olur, amma bu dişlər qidanı çeynəməyə xidmət etmir. Ancaq qidanı tutmağa xidmət edir. Şöyle əlavə edərək olaraq qeyd edim ki, balıqlarda dil var, amma bu dil də əzələli dil deyil. Bir də həzm vəzləri, ağız boşluğunda həzm vəzləri yoxdur. Deməli, balıqlarda dedik ki, bura siz qeyd edin buradan. Deməli, dili var, dil var, ancaq əzələli deyil, əzəli deyil.
deyil. Bir də balıqlarda ağızda həzm vəzləri yoxdur. Buradan qeyd edelim. Ağız boşluğunda həzm vəzləri yoxdur. Yaxşı, balıqlarda nə var? Diqqətlə şəklə baxsaq, qida borusu var. Qida borusundan sonra rəngə baxsaq diqqətlə qida borusundan sonra mədə, bağırsaq və burada diqqətlə baxsaq qaraciyər. Bax, bu hissə qaraciyər göstərir. Qaraciyər. Şəklə də baxsaq qaraciyərin rənginə uyğun gəlir. Baxın diqqətlə. Qaraciyər. Qaraciyərdə də varsa öd mütləq var. Qaraciyərin yanında da öd ifraz edir və bu hissəyə baxsaq balıqlarda mədə-altı vəzi bu şəkildə mədə-altı vəzi baxın, mədə-altı vəzi ilə uyğun gəlir. Mədə-altı vəzi. Bağırsaq bizə kör bağırsağa uyğun gəlir. Kör bağırsaq, bir də nə var idi? Kör bağırsaq, bir də düz bağırsaq. Burada yazıq düz bağırsaq, düz bağırsaq. Burada kör bağırsaq, kör bağırsaq. Sonra mədə-altı vəzi. Vəz. Mədə-altı vəz, öd, bu isə qaraciyər. Bax, bu isə qaraciyər, qaraciyər. Məncə kifayət edər bu qədər ətraflı yazdıq. İndi suda quruda yaşayanlara keçək. Eyni bu şəklə necə təbliğ etdik rəngləri? Yaşıl da bağırsaqdır, unutdum. Bu hissə də bağırsaqdır. Eyni bunu digər şəkildə suda quruda yaşayanlara, sürünənlərə, quşlara, məməlilərə də təbliğ edə bilərik. İndi suda quruda yaşayanlardan danışaq. Yenə silin. Suda quruda yaşayanlardan deməli, suda quruda yaşayanlarda da ilk olaraq biz görürük ki, qida borusu var. Suda quruda yaşayanlarda mədə var, bağırsaq var. Şəkildə diqqətlə nəzərdə bax, qida borusu var, sarı rənglər, mədə var, bağırsaq var, bağırsaq var, qaraciyərimizi görürük burada, ödümüzü qaraciyərin yanında mütləq şəkildə öddür, mədə-altı vəzidir, mədə-altı vəzi və burada isə düz bağırsaq. Burada isə düz. Hətta burada kiçik rənglə düz bağırsaq buradadır, bu isə klaukadır. Burada görürsünüz, göy rəngdən klauka var. Düz bağırsaq və klauka. Deməli, silək. Deməli, ilk olaraq dedik, suda quruda yaşayanlarda qida borusu, mədə, bağırsaqlar, həzm vəzlərindən desəm, mədə-altı vəzi, qaraciyər, qaraciyərin yanında qaraciyərin ifrazı öddür. Sonra, bundan sonra bağırsağın ətrafı, bağırsaqdan sonra desək, bağırsaqda bu hissədə düz bağırsaq, bu rənglə verilib və bu hissədə isə klauka yerləşir. Eyni bunu sürünənlərə də deyə bilərik və suda quruda yaşayanlardan dedik, göstərdik, sürünənləri də göstərə bilərik. Sürünənlərdə də eyni bu vəziyyətdə, məsələn, udulaqdır, udulaq burada çəkməyib, qida borusudur, bağırsaqdır, qida borusudur, mədədir, bağırsaqdır, qaraciyərdir, öddür, mədə-altı vəzi. Siz burada amma fikir verin, kör bağırsaq burada əlavə verin. Kör bağırsağı göstərir bizə. Kör bağırsaq, düz bağırsaq və klauka. Sonra bura quşlara bax. Sürünənlərdə də oxuyaq, qaraciyər, mədə-altı vəzi yaxşı inkişaf edib. Siz diqqətlə baxsaq, qaraciyər, bir də mədə-altı vəzi bu hissə görürsün, daha iridir. Bir də qaraciyər. Qaraciyər, mədə-altı vəzi yaxşı inkişaf edib. İlanlarda ağız boşluğu, çənələri iri qidanı bütövlüklə udmağa xidmət edir. Ağız ilanların və quşlardan. Keçək quşlara. Quşlarda da siz fikir versəniz, bax burada quşlarda udulaqdan sonra udulağın aşağı hissəsi çinədan, genişlənmiş çinədan. Fərqli olaraq çinədan var. Sonra mədə,
Mədə quşları da iki hissədən ibarətdir. Siz burada baxın, mədənin mavi rəngdə verir, mədənin ikinci kamerası mavi rəngdə. Mədənin ikinci. Bu mədənin birinci kamerasıdır, bu da mədənin ikinci kamerası. Mədədən sonra bağırsaq yaşıl rəngdə verilir. Bağırsağın bu hissəsi kör bağırsaq. Görürsünüz, bu diqqətlə baxın. Bu isə klavka. Yenidən bu isə qaraciyər, bir də öd. Burada da qaraciyər və öd. Keçək məməlilərə. Məməlilər ən mürəkkəb həzm sistemi var və onlarda dişlər ixtisaslaşıb. Gövşəyənlərdə çox kameralı mədə, yəni 4 kameralı mədə var gövşəyənlərdə. Və bitki mənşəli bitki mənşəli qidanı həzm etməyə imkan verir bu 4 kameralı mədə. Biz bilirik ki, bitki mənşəli qidalarında bağırsaqlarda uzun olur. Daha çünki bitkinin tərkibində hüceyrələrində selüloza var, bitki hüceyrələri və ona görə həzm daha uzun gedir. Deməli, burada baxaq məməlilərə də, məməlilərdə də qida borusu, mədə burada əslində 4 kameralı mədəni belə göstərir baxanda. Çünki gövşəyən heyvanlar mədəsi qaraciyər, bu hissədə ödü yaşıl rəngdə verilir, mədə altı vəzi, sonra bağırsaq, bağırsaqlar bir də kör bağırsaq, bu isə düz bağırsaq. Məncə bu şəkil kifayət qədər ətraflı izah etdik. Yəni, silək. Burada isə bizdə bu şəkildə izah edəcəyik. Amma ilk olaraq oxuyaq sonra. Deyir ki, daxili qatda selik əmələ gətirən həzm vəzləri burada yerləşir. Uşaqlar, həzm sisteminin daxili qatında dərsin bayaqda danışdıq ki, həzm sisteminin daxili qatında selik əmələ gətirən vəzlər var. Və selik əmələ gətirir və həzm vəzləri həzm sisteminin daxili qatında yerləşir. Orta qatında saya əzilə qatı var. Və qida saya əzələ qatının hərəkəti sayəsində qida həzm olmuş ağızda dişlərlə ilk olaraq mexaniki həzm olmuş qida ağızdan udulağa, yəni burada saya əzilə qatı, udulaqdan qida borusu, nazik bağırsaq, yoğun bağırsaq boyunca hərəkətindən sayəsindəki saya əzilə qatının sayəsində. Bu proses peristetika adlanır. Yəni, saya əzəllərin həzm sistemində qidanın hərəkətə gətirib həzm sistemi boyunca irəliləməsi peristatika adlanır. Həzm sistemi əsas funksiyalar, 3 əsas funksiyası var həzm sisteminin. Hansılardır? Sekretor, hərəki və sorulma funksiyası. Deməli, həzm sisteminin 3 əsas funksiyası var. Sekretor, hərəki və funksiya. Sorulma. Sekretor funksiya nədir? Sekretor funksiya həzm sisteminin sekretor funksiyasında, sekretor funksiyası zamanı nə olur? Bu zaman həzm vəzlərinin ifraz etdiyi sekretlər, yəni fermentlər sayəsində iri molekulu birləşmələr, xırda molekulu birləşmələr çevrilir. Yəni, zülallar amin turşlarına, yağlar gliserin və yağ turşlarına, karbohidratlar sadə, mürəkkəb karbohidrat, sadə karbohidratları. Hərəki funksiyası nədir? Həzm sisteminin, bu sekretor funksiyası daxili qatı, selikli qatı həyata keçirir. Hərəki funksiyası saya əzələ qatı həyata keçirir. Saya əzələ qatının sayəsində qida hissəcikləri qida borusundan nazik yoğun bağırsağa qədər saya əzələlərin sayəsində hərəkət edir. Sorulma isə bağırsaq divarında xovların vasitəsilə sorulma həyata keçirilir. İndi isə gəlin bu şəkilə diqqətlə. Gəlin indi şəkilə diqqətlə nəzər yetirsək bu şəkillərə. Burada həzm sistemi orqanlarımız göstərilib. Həzm sistemində ilk ağız boşluğu ilə başlayır. Ağız boşluğu. Ağız boşluğunda ağız suyu vəzlər. Bunlar ağız suyu vəzlərdir. Ağız boşluğunda udulaq, qida borusu. Baxın, udulaq, bu hissə. Qida borusu, mədə, baxın, diqqətlə baxsan, izləsəz, mədə və bu bağırsaqlar. Bağırsaqlar, mədənin altında mədə altı vəzni görürük bu şəkildə. Qaraciyərin də yanında mütləq şəkildə öd, çünki öd qaraciyərin ifrazıdır və
Bağırsaqlar nazik bağırsaq bu şəkildə görürsünüz. Nazik bağırsaq bu isə, bu isə rəngin dəyişim. Bax, bu isə yoğun bağırsaqdır. Yoğun bağırsaqlar. İndi isə bir-bir sadalayıq şəkilləri. Deməli, həzm sistemi, ağız boşluğu, ağız suyu vəzləri, udulaq, qida borusu, mədə, mədədən sonra bağırsaqlardan ibarət və qaraciyər öd kisəsi göstərir burada. 12 barmaq bağırsaq, 12 barmaq bağırsaq, nazik bağırsağı göstərir, apendiks, düz bağırsaq və yoğun bağırsaq. İndi bu biri şəklə diqqət edin. Burada isə bizə 4 kameralı heyvanın həzm sistemi göstərir. Mədəsi 4 kameralı olan heyvanın, gövşəyən heyvanların həzm sistemi göstərilibdir. Məsələn, inəyin həzm sistemidir. İnək gövşəyəndir. Otla qidalanan heyvanlar əsasən gövşəyən heyvanlardır və onun həzm sistemi göstərilir. Diqqətlə baxsaq, bax, burada yaşıl rənglə verilən hissədən yaşılla. Yaşılla çəkin bunu. Yaşıl rənglə verilir. İlk olaraq qidalanır heyvan. İlk olaraq qida borusundan. Burada qeyd edeyim, mədə 4 hissədən ibarət. Birinci hissə işkəmbə və ikinci tor, qat-qat, üçüncü qat-qat, dördüncü qursan. Deməli, həzm mədələri 4 hissədən ibarətdir. İşkəmbə, tor, qat-qat və qursaqdan ibarətdir. İndi diqqətlə şəkilə diqqət etsək, görərik ki, baxın, ilk olaraq qidalandı. Qida ağız boşluğu udulaq qida borusundan keçəcək hara? Yaşılı diqqətlə izləsək, gələcək işkəmbəyə. Yaşılı diqqətlə izləsək, baxın. İşkəmbəyə, bax, bu isə işkəmbə. Rəngi dəyişim, yaxşı görürsünüz. İşkəmbə, bax, bu isə işkəmbə. Diqqətlə izləsək, bax, bu isə işkəmbə. İşkəmbədən sonra gələcək tora. Diqqətlə yaşlı gəlsin. Baxın, yaşıl gəldi hara? Tora, bu isə tor. Təzədən tordan sonra yenidən qayıdacaq qida ağza. Deməli, qida borusundan keçdi, gəldi mədəyə, mədənin işkəmbə hissəsinə, işkəmbədən tora, tordan təzədən, baxın, siz fikir edin, yaşıldan sonra göy xətlə gələcək təzədən ağza, təzədən qida ikinci dəfə udulandan sonra qırmızı xətlə, baxın, diqqət edin. İşkəmbə, tor, qat-qat və qursaqdan keçib bağırsaq, qat-qat, bu isə qursaq hissə, qursaqdan keçib bağırsağa gedəcək qida. Bu, gövşəyən məməlilərin həzm sisteminin quruluşudur. Bir daha təkrar edeyim. Silin. Rənglər də biraz yaxınlaşdırsaq bəlkə şəkil. Ağız boş şəkilə baxaq. Şəkildə ağız boşluğu göstərilib. Ağız boşluğunda bizə deyir ki, AB şəkillərə nə təsvir olunmuşdur? A şəklində ağız boşluğudur. B şəklində də dişlərin quruluşu, damaq göstərilib. İkincidə cədvələ dəftərinizi çəkin və AB şəklindən 1-dən 7-yə rəqəmi nə göstərilib? Onu demək lazımdır. Birincində belə baxanda diqqətlə dodaqdır, 2-də damaqdır, 7-də də damaqdır.
3-də də damağı diş köklərin, diş yuvaların göstərir. Belə baxıram. Diş yuvaların. 4-də yumşaq damaq, üst damaq. 5-də budlaq. 6-da dil. Əzələli dili göstərir. Dərsimiz bu qədər.